Həzm sistemi xəstəlikləri haqqında bir çox danışmışıq. Əslində, həzm ağız boşluğundan başlayır. Biz əgər yediyimiz qidanı ağız suyu vəzlərimizin ifrazı ilə həzm etməsək, o zaman həzm olmamış qida qalıqları mədəyə, mədədən də bağırsağa keçəcəkdir. Və bu zaman nə baş verir? Çeynənməmiş qida qalıqlarının, həzm olmamış qida qalıqları mədədə həzm işindən çətinlik törədir. Və qeyd edim ki, eyni zamanda bizim dişlərimizin arasında akupunktur nöqtələr vasitəsilə qida çeynəməsi zamanı yaranmış enerji də həmin nöqtəni akupunktur eləmir və beyinə düzgün siqnal çatmır. Nəticə etibarilə beyin həzm orqanlarına düzgün impulsu ötürə bilmir. Nəticədə həzmsizlik yaranır. Həm bağırsaqlarda həzm olmamış qida qalıqları bizə qastrit, erozif səpkilər, mədə turşuluğu, hətta gələcəkdə xoraya çevrilə biləcəkdir. Özünüzü xora kimi xəstəliklərdən qorumaq istəyirsinizmi? Xitazan, kordisil və sink məhsulundan bu problemi aradan qaldıracaqsınız. Hər üç məhsulun üçü də antibakteriyel təsirə malikdir. Hətta helikobakterin qarşılanmaq üçün kordisil və sinkin böyük rolu vardır. Əgər doktor Tibet'in dediyi bu tövsiyələrə əməl edəriksə, biz gələcəkdə ən qoluq xəstəlik olan xərçəngdən qurtula biləcəyik. Sağ olun, salamat qalın. Özünüzü ciddi xəstəliklərdən qoruyun.